Apple Vision sənə bahalı gəlirsə, Samsung'un sənə maraqlı cavabı var. Samsung uzun bir aradan sonra virtual reallıq dünyasına Galaxy XR ilə geri dönüş edir. Bu cihaz Samsung'un Google və Qualcomm əməkdaşlığının nəticəsidir. Cihazın adındakı Samsung XR Extended Reality mənasına gəlir. Bu həm virtual reallıq, həm də artırılmış gerçəklik funksiyalarını birləşdirən tək bir başlıqdır. Galaxy XR-ın mərkəzində Snapdragon XR2 Plus Gen 2 prosesoru dayanır. Bu çip mobil cihazlar üçün optimallaşdırılsa da yüksək performans və enerji qənaətini vəd edir. Ekranda isə mikro OLED paneldən istifadə olunur. Bu isə yüksək keyfiyyət, hər göz üçün ekran, 90 Hz yenilənmə sürəti və 6K keyfiyyət təqdim edir. Cihazda tam rəngli pass-through kamera texnologiyası var. Yeni real dünyada gördüyümüz hər şeyi təbii rənglərlə görür. Eyni zamanda virtual obyektləri onun üzərinə problemsiz yerləşdirə bilir. Göz izləmə, əl hərəkət tanıma və baş izləmə sensorları sayəsində idarəetmə tamamilə rahat və təbii hiss etdirilir. Samsung XR çəkisi 550 qramdır. Apple Vision Pro isə 800 qrama yaxındır. Apple Vision Pro ilə müqayisə etdikdə Galaxy XR daha sərfəlidir. Apple Vision Pro-nun qiyməti $3500. Samsung XR-ın qiyməti isə $1800 başa gəlir. Bəs sən nə düşünürsən? Apple Vision Pro almaq yerinə Galaxy XR almağa dəyərmi? Fikirlərini rəydə yazmağı və bizi izləməyi unutma.